Hamıya salam. Əslində mən vlog çəkmək istəmirdim bugün, çünki o nastroyeniyada deyildim bugün duranda. Dedim sabahdan başlayaram çəkməyə. Amma bu günləri qrupa belə bir xəbər gəldi. Gözləyim, mən bunu harasa qoymaq istəyirəm. Bu günləri demək qrupa mənə belə bir şey yazdılar. Bu mesajı. Və mən düzün desəm artıq sevinirdim ki, diplom işinin müdafiəsi ləğv olundu və bizə bal yazacaqlar. Amma görünür ki, hər şey belə də rahat deyilmiş. Kimdir bizə boş-boşuna bal yazan? Qarşı deyəsən, mən sötki müdafiə etməliyəm və müdafiəni ayın 18-i 25-i arası deyiblər. Və mən belə başa düşürəm ki, mən artıq başlamalıyam diplomu təzədən oxumağa. Çünki mən diplomu hardasa 2 ay əvvəl, yoxsa neçəsə vaxt əvvəl, mənim hətta bir dənə vlogum da çıxmışdı. Mən necə diplom yazıramsa burada olacaq. Biraz belə deyim, upset oldum. Çünki mən istəmirdim bunu eləmək. Amma baxmayaraq ki, diplomun hamısını özüm yazmışam. Yəni ki, bir də mənim rəhbərimin köməyi ilə. Amma yəni ki, oğurluq bir mətin yoxdur da, hər şeyi öz əllərimlə yazmışam, tərcümə eləmişəm və s. hamısını özüm eləmişəm. Və burada siz mənim əsəb tiklərimi görə bilərsiniz. Mən yəqin ki, bugün artıq diplomu yenidən oxumağa başlayacağım. 2 gündür hardasa evdəyəm. Bugün 3-cü gündür də. 2 gündür mən evdəyəm, heç yerə getmirəm və mən elə adamlardanam, hansı ki, evdə çox oturanda əsəbləşir. Hə, bir də ki, mən bu günləri deyirəm də nəsə eləməliydim. Mən dostuma gitaranı verməliyəm. O, onun gitarası idi. Demək, mənim belə gitaram var. O çox qəşəngdir. Prosta çox gözəldir. Mən nə qədər çalışdım öyrənim. Bunun üçün sötki mənə müəllim lazımdır. Mən tək bacarmıram heç nəyə öyrənməyə. Mən başa düşdüm ki, mən o insanlardanam. Əgər kimsə mənə kömək etməsə, mən axıra kimi işi görə bilmirəm. Baxa, belə baxsaq görürsünüz ki, mənim otağım çox balacadır və mən lampoçkanı düzəltdim, daha doğrusu mama. Malları götürmək üçün bu otağa gəldim və görün mən burada kimi görürəm. Qardoş, ay qardoş, sən necə yatmısan? Bu nə pozadır? Hə, onu demək istirdim ki, mən indi dərmanlar içirəm saçlarıma görə. İstəyirəm saçlarımı biraz vəziyyətə salım. Yəqin ona görə kipriklərim belə böyüyüb. Qəşəng. Dərmanın adını soruşmayın, çünki belə deyim də, belə şeyləri mən sizə demək istəmirəm. Hər kəsə belə deyim, pis effekt də verə bilər. Sonra deyəcəksiniz ki, bu qızda gördüm, odur günahkar. Ona görə lazım deyil belə şeylər də. Və mən bildim bu videonu necə daha maraqlı edə bilərəm. Mən istəyirəm sizin suallarınıza cavab verin biraz Instagramda. Sıxılarkən nə edirsiniz? Bu yaxşı sualdır əslində, çünki hal-hazırda elə həmin məsələni həmin hissi yaşayıram. Mən sıxılarkən nə edirəm? İlk növbədə əgər günün belə başlayırsa ki, mən sıxılıram çox, mən otururam, başlayıram günü planlaşdırmağa ki, bugün nə edə bilərəm və vaxtımı nəyə xərcləyə bilərəm. Bu günləri, misal üçün, bunu hələ etməmişəm və oturub eləyəcəm. 2 gündür ki, mən bu hissi yaşayıram ki, mən nə edeyim, nə etməyim. Misal üçün, dünən mən oturdum, bugünü planlaşdırdım, amma bugün həmin plana uyğun getmir. Belə də, yəni ki, mən özümə planlaşdırmışdım ki, bugün sual-cavab videosu çəkim. Amma heç sual-cavab videosu çəkmək ürəyimdən gəlmirdi. Yəni ki, istəmirdim ki, oturum, hey, mən sizin suallarınıza cavab verirəm, gəlin sual-cavab edək. Yox, mənim içimdən niyəsə bu vlog çəkmək həvəsi gəlir. Bilmirəm, niyə siz də vlogları sevirsiniz? Çünki vloglar belə, necə deyim, elə bil daha içində belə, necə deyim, təbiilik var vloglar. Hazırda mənim vaxtımın böyük hissəsini Naruto tutur. Çünki Naruto artıq 200 neçəncisi seriyadayım, 230 yoxsa 230-a yaxın seriyadayım, 230-cu seriyalarda artıq müharibə başlayır, oradayam və düzün desəm bu mənim çox köməyi olur. Çünki Naruto mənim ən sevdiyim animelərdən biridir ki, hansına ki mən yenidən baxıram. Çünki hər şey yadımdan çıxıb, mən onu çox cavan vaxtlarımda baxmışam. Nə bilim, neçə yaşım var idi, ay Allah, yadımda deyil. Beynəlxalq münasibətlər oxuyuram. Mən müharibə, konflikt, belə deyim, tərəflərin bir-birinə necə qorxutması, məhbus dilemması, bla bla bla. Mən bunlar haqqında biraz heç olmasa məlumatlıyam. 4-cü kursam, özdə əlaçıyam, əla. Demək və belə deyim, indi mən Naruto'nun daha dərindən başa düşürəm. Əgər indi mənə kimsə Naruto'ya baxırsa, yəni uşaqlıqda baxan, mən sizə yenidən ona baxmağı məsləhət görürəm. Çünki orada çox yaxşı politik
etik məsələlər göstərilir. Bu sualdan sonra istəyirəm elə sizə indi baxdığım animelər haqqında danışım. Mən Yakusoku no Neverland'ın 2-ci sezonuna baxdım. Bunun haqqında Instagramda da danışdım. Mənim heç xoşuma gəlmədi. Yəni 1-ci sezon və axırıncı indi 2-ci sezon, yəni axırıncı sezon heç tamamilə fərqli şeylərdir də. Yəni ağ və qara kimidir. 1-ci sezon o qədər möhtəşəm idi ki, o qədər əla idi ki, yəni mən hətta mənim ilk YouTube'umda videom, mən animeləri məsləhət görürəm ilk YouTube'da videom. Əgər baxmamısınızsa, baxın biraz cringe olun. Mən orada 5 dənə anime deyirəm və onlardan biri Yakusoku no Neverland'dır. Elə həmin il çıxmışdı həmin anime. Mən o videonu çəkən il. Və məni o qədər sevdim, yəni sevmişdim də o. Mən deyirdim ki, bunlar yeni Naruto, Sasuke və Sakura olacaq da mənim üçün. Amma yəni ki, zibil gününə qoydular da animeni. Mənə deyirlər ki, əlbəttə manga 1000 dəfə daha yaxşıdır, manganı oxu. Mən manga oxumağı bacarmıram. Mənə niyəsə, mən bilsiz necə insanlardanam. Yəqin ki, çox adam bu problemi yaşayır. Əgər mən manga oxuyuramsa, mən gərək bir gün ərzində onun hamısını oxuyum. Mən manganı açıramsa, mənim telefonum 3 dəfə zaryadkası qutaracaq. Yəni 1% zaryadkaya qədər mən o manganı oxuyacam ki, bitirim. Yəni məndə belə bir problem var deyə mən mangalara vəbşə əl vurmuram. Orada çox qəşəng personajlar var idi, 2 nəfər. Onları çox sevdim də. Əsasdakı oğlan, yəni mən crush oldu da mənim üçün o oğlan. Amma başqa heç nəyi bəyənmədim və indi mən baxıram Castlevania'ya. Castlevania mən sizə məsləhət görmüşdüm favoritlərimdən birində. Onun 4-cü sezonu çıxıb və mən çox maraqlı izləyirəm. Çünki mən çox sevirəm bu animeni. Anime deyəsən Amerikan tərzdədir. Mən heç bilmirəm Amerikanlar yaradıb onu yoxsa Yaponlar. Amma o qədər sevdim mən bu Castlevania'nı. Məncə ən yaxşı şey bu vaxta kimi çıxanlardan odur. Çox yaxşıdır, bəyəndim. Yəni ki, mən indi 4-cü sezonun 4-cü yoxsa 5-ci seriya, 4-cü seriyasındayım, baxıram. Çox sevirəm. Yəni ki, yəqin ki, bugün hələ ona da baxaram. Sonra yenə bir şeyə baxmağa başladım. Bir seriyaya baxmışam. Mənim bacılarım məsləhət gördü. Rus dilində Magichskaya bitva nədir? Belə bir adı var animenin. 1-ci seriyaya baxdım və məncə belə ideya götürülmə heç yerdə görməmişdim. Anime başdan ayağa Bleach-i xatırladır, Bleach animesinə. Yəni Bleach-ə baxmayanlar baxıb o birisini sevə bilərlər, amma Bleach-in böyük fanatlarından biri olaraq mən o anime mənim üçün pozer kimi bir şey gəlir. Yəni adamlar var ya, hansı ki bir dənə Death Note-a baxıb özlərini otaku sayırlar. Mənim üçün o anime elə gəlir. Yəni ki, mama da bəyənmədi Yakusoku no Neverland'ı. O da o vaxtı məndən baxmışdı. Bu dəfə baxanda dedi, bu nədir? Nə günə qoydular da hər şey. Elə maraqlı gedirdi. Amma bunu mama ilə biraz baxdıq. Elə mama da gördü ki, düz dedi. Yəni deyir, düz deyirsən, elə Bleach-ə oxşur. Çünki mama o vaxtları mənim üçün Bleach-i işdə yüklüyüb gətirirdi. Bizdə evdə internet yox idi də. O işdə seriyaları tapırdı, yüklüyürdü. Özdə dvajdı azvuçkası ilə mən sevirdim baxmağı. Şəkillərini kim çəkir? Şəkillərimi mənim çox vaxt dostlarım çəkir. Əgər dostlarımla bir yerdəyəmsə, Leyla ya da Əntiqə, mənim podruqalarım. Əgər onlar yoxdursa, anam. Ən çox şəkillərimi Aytən çəkir, mənim xalam qızı. Yəni ən qəşəng şəkillər onun vasitəsilədir. Sağlamlıq yoxsa gözəllik? Bu çox əla sualdır. Millət, inanın ki, sağlamlıq 1000 dəfə yaxşıdır gözəllikdən. Bir şey də sizə deyim ki, eybəcər insan yoxdur dünyada. Eybəcər yoxdur. Hər şey buradadır. Elə qızlar var ki, məndən 1000 dəfə, belə deyim də, məndən bəlkə də biraz daha az cəlb edicidirlər, az belə, yəni üzləri başqa cürdülər. Amma onlar özlərində o qədər əmindirlər, o qədər yaxşıdırlar ki, yəni onlar çox mənim yanımda daha gözəl görsənirlər. Amma elə qızlar var məndən gözəldirlər, yəni çox qəşəng bədənləri var, çox hündürdülər, saçları prosta wow. Amma onlar özlərinə o qədər komplekslidirlər ki, bütün bu gözəlliyin hamısını belə deyim də əzirlər və bu gözəllik görsənmir. Ən mənim sizə böyük məsləhət, belə deyim, arzum o burada olan sağlamlıqdır. Əsas buradakıdır. Buradakılardan bədəndə olanlar da yaranır. Xaricdə təhsili davam etdirmək istəyirsən? Yox. Niyəsə mən istəmirəm xaricdə təhsilimi davam etdirmək. İçimdən keçmir xaricə getmək. Mən çox qəribə adamam. Uşaqlıqda ən çox arzuladığım şey bu ölkədən qaçmaq idi, amma indi əksinə, mən getmək istəmirəm buradan.
Yəqin yaşla əlaqədardır. Bir də bilirsiniz necə, mən o bəxtəvər adamlardanam, hansının ki, hər şey yaxşıdır. Maddi cəhətdən yox, amma mental cəhətdən, yəni mənim çox yaxşı ailəm var, mənim çox gözəl anam var, çox gözəl bacım var, hansılar ki, məni başa düşürlər, hansılar ki, məndən bir yerdədirlər. Mənim çox yaxşı dostlarım var, yaxşı xala qızlarım var, yəni xala oğlum var. Yəni belə deyim, mənim ortamım toksik deyil və mən heç yerə qaçmaq istəmirəm bundan. İşte yeganə mənə əsəbləşdirən budur ki, bizim supermarketlərdə vegetarianlar və veganlar üçün nəzərdə tutulan yeməklər demək olar ki, yoxdur. Bir də ki, millət məni əsəbləşdirir. Çünki bizim millətimiz get-gedə düzgün, Sumqayıtda, mən o qədər xoşbəxtəm. Sumqayıtın milləti get-gedə düzəlir. Necə deyim? Yəni mənim yaşıdlarım, əvvəl mən baxanda çöldə hamı elə gəzirdi, elə bil yasdadır. Hamı çox bağlı idi. Hamının üzündən zəhrimar yağırdı. Heç kim bir-birinə yaxın getmirdi. Hamı tək-tək gəzirdi. İndi mən çöldə nə görürəm? Kampaniyalar, dostlar, mənim kimi belə deyim, neformal geyinən uşaqlar, mən onları nə qədər çox görməyə başlayıram. Old school-a getməyə səbəbi nədir? Qızlar adətən içməyə gedir. İçkiyə münasibətin necədir? İçirsənmi heç? Mən içmirəm vapşe. Yəni mən nə içirəm, nə siqaret çəkirəm, nə də narkotik istifadə edirəm. Yəni ki, mənim heç bir belə alüdəçiliyim yoxdur. Amma mən niyə old school-a gedirəm? Çünki mən atmosferi çox sevirəm old school-da. Mən orada sadəcə otururam, həm də ki, mən niyə old school-a gedirəm? Əsas reason odur ki, orada vegan yeməklər var. Orada vegan roll var, orada istədiyiniz qədər, yəni ətsiz nəsə yeyə bilərsiniz. Bu mənə çox, orada smuzilərdir, həm də orada qiymətlər yaxşıdır. Yəni ki, old school-un reklamı oldu, amma niyəsə mən oraya getməyə xoşduram. Çünki mən özüm də biraz belə rock naturası olan insanam, amma mən nə içirəm, nə də ki, siqaret çəkirəm. Amma mən oraya getməyə xoşduram. Çünki orada çox yaxşı atmosfera var. Qızlar ora adətən içməyə gedirlər, içsinlər, mənə nə, mən onlardan nə. Mən içki içməyən və siqaret çəkməyən tərəfdə otururam. Amma o tərəf elə bil var. Siqaret çəkənlər üçün ora var. Mən o tərəfdə heç olmuram. Yəni ki, ora getmirəm. Çünki mənim nə siqaret çəkən dostlarım var, nə içki içən. İçki içən ola bilər oğlanlardan kimsə. Amma yəni siqaret çəkən, içki içən tanışlarım yoxdur. Qızlarım da belə şeylərlə məşğul olmurlar. Belə, mənim haqqımda pis şeylər fikirləşməyin, please. Hamıya salam. Bu günləri mən bütün planları artıq yazmışam. Və onları görəcəm və ona görə indi evdən çıxacam. Və mənim üzüm biraz pis vəziyyətə düşüb, mən bilmirəm nədəndir bu. Əslində bilirəm nədəndir. Mənə lazım deyildi südlü heç nə yemək. Mən indi gedəcəm işlərin dalınca. Bu günləri kartoşu çimizdirmək lazımdır. Onu yazmamışam, kakraz onu da yazım. Kartoş üçün şampun alacağım, latok alacağım, belə şeylər. Və əsasdır ki, bugün mənim qarderobumu yalan deyir, heç nəyi də çatdırmayacaq, ona görə yaddan çıxarın. Normal vəziyyətə gətirəcək, çünki oranı göstərmək belə mənə utanc verir. Belə havada özümü normal hiss eləməliydim, amma mən soyuqdur. İtaçi bu sənsən. Burada heç kim yoxdur deyə rahat danışa bilərəm. Başda işlərimi qurtardım. Bir dənə kartoşkaya latok almaq qalıb. Onu da evimə yaxın yerdən alacağım. Çünki 5 kilonu daşımaq üzürlü sayın çox çətindir mənim üçün. Belə, hələ ki gedirəm. Mənim bugünkü tərzim belədir. Qızam mən, qız. Oh my god. Çox ağırdır. Yəni aldım lazım olan hər şey. Kartoşu şampun aldım təzə. 7 manat verdim mən buna görə. Heç öz saçım üçün belə şampuna pul xərcləmirəm, amma kartoşa aldım. İstəyirsə göstərim birdən sizdə. İstəsəz ala bilərsiniz özünüzə. Dedilər ki, bu yaxşı brenddir. Nə bilim, nə bilmirəm da məni aldatdılar, mənə nə dedilər bilmirəm. Əsas odur ki, çöldə etməli olduğum bütün işi gördüm. İndi isə evdə olmalı, etməli işlərimdir. Çünki indi evləri əməli başda yığışdırmalıyam. Yəni çox bununla məşğul olmalıyım. Bir də kartoşun ayaq yolusunu vəziyyətə gətirməliyəm. Ona görə
Bu gün işim çoxdur. Makiyaj belə axıb üzümdə. O qədər ya hava istidir. Yaxşı ki don geyinmişdim, yoxsa ölərdim şalvarda istidən. İndi isə mən gedirəm. Sizə bəzi anları bəlkə göstərdim, amma indi göstərə bilməyəcəm. Çünki indi gedirəm yemək yeməyə. Mən qardaşı burada işi görürəm və indi gördüm ki, mən qardaşa səhv şey almışam. Səhv deyəndə ki, mən bundan almışam belə. Burada orange nəsə var. Belə bir fikir vermədim, yoxsa necə oldusa belə bunu aldım. Və indi onun orasını portağal yiyər. Ay can, oyandın. She's a Mona Lisa. Everyone's lining up to see her. She's a Mona Lisa. Everyone's lining up to see her. Hamıya salam, necəsiz? Bu gün artıq 3-cü gündür və mən indi gedirəm Bakıya. Çünki bu günləri var planlar, uşaqlar qışqırırlar, pəncərə açıqdır, ona görə üzürlüsən. Gedirik indi biz Bakıya və mənim planlarım var, hamısını yazmışam. Onları bir-bir etməyə çalışacağam. Bugün yeni universitetə gedirəm. Bu diplom məndən əl çəkmir, bəli. Yeni universitetə gedəcəm, zakaz götürəcəm, zakaz verəcəm. Yəni işlər çoxdur və bugün istəyirəm biraz özümlə vaxt keçirmək. Bəlkə Instagram üçün postlar da etdim, görək də. Hər zaman kimi İlahəni tapdım. İlahə bizdən Yaponiyaya gedib gələn yeganədir, yəni. Nihongoda nəsə denəndə. Watashi wa Nihongo ga daisuki desu. Deyir ki, Yapon dilini çox istəyir. Artist. Əslində olan Yaponiya prosta istəyir oraya getmək. Yapon dilində o şey kanjini görəndən sonra Yapon dilinə nifrət verirsən. Vallahi soyursan tamam. O gün baxmısan bundan əvvəlki vloqa? Mənlə Leyla orada Yapon dilində danışırdıq. Tez keçmək Naruto haqqında. Hə, Narutodan şeyləri, frazaları deyirdi axı uşaqların xoşu gəlmişdi. Sən də bir-iki dənə phrase deyə bilərsən. Phrase. Boru wa mada ochite nai desu. Mənim sevimli phrase. Onlardan idi ki. Haikyu'dan. Ha, Haikyu'dan, hə bildim. Haikyuu qolbağım var. Boru wa mada ochite nai desu. Ayda o çox qəşəngdir Haikyuu. Adam baxır motivasiya olur. Quruzlu olan hamıya tövsiyə edirəm. Haikyuu animesinə baxın millət. Mən ona bir də baxmaq istəyirəm Narutodan sonra. Wi-Fi olsa sevərək baxaram. Biz gedək indi nəsə plan qrup nəsə eləyəcək bilmirəm. Keçən dəfə vermişdim telefonu Leylaya. Heç işləyəcək. O qədər maraqlı şeylər eləyirdim də. Yanında İlahəsən mən çəkirdin biz bir dəfə şeydən qaydanda. Kayvadan qaydırdıq. Yox şeydən. Kayvadan idi ya da. Yox, Japan Expo'dur. Oradan qaydırdım yadımda da. Hə. Oyda orada çox qəşəngdir. Amma onu salmışam arxivə çıxardaram. Yadıma salım. She's a Mona Lisa. Everyone's lining up to see her. She's a Mona Lisa. Everyone's lining up to see her. There must be something about her features. You'll find her beauty goes much deeper once you get to meet her. You see her walking down the boulevard. She got the posture of a superstar.